Salamlar, vaxt xeyir olsun. Bugün 11-ci siniflər üçün buraxılış imtahanı hazırlaşanlar üçün sınaq 25 sınaq işləyəcək. Deməli 61-ci sualda deyir ki, aşağıdakılardan hansı irrasional ədəddir? İrrasional ədəd, yəni kök çıxmayan ədədlərə deyilir. A variantına baxsaq, kök altında 36-dan 6 kök çıxır, bu rasionaldır. B variantı 0,4-3 bərabərdir 9-da 3 kəsr şəklində göstərilirsə rasionaldır. Amma C bəndinə baxanda kök altında 3, kök altında 3 irrasional ədəd olduğuna görə doğru cevabımız C variantı olacaq. Və 63-cü sualda deyir, D1 D2-yə paralel olarsa x minus y fərqini tap. Demək olar, D1 D2-yə paralelsə 2 paralelin bu kəsənidir. 110-un qarşılıqlısı da 110 olacaq və 110 dərəcəli bucaqla y dərəcəli bucaq daxili bir tərəfli bucaq olur. Daxili bir tərəfli bucaqların cəmi 180-dir, deməli 70-i çatmır. Digər tərəfdən də x bucağı ilə 50 dərəcəli bucaq daxili bir tərəflidir, cəmi 180 olmalıdır. Deməli 130 dərəcəsi çatmır. Yəni x bərabərdir 130 oldu, y bərabərdir 70 oldu. Bizdən də x minus y fərqini soruşur. Yəni 130 çıxılsın 70 bərabərdir 60 dərəcəyə bərabər olacaq. Doğru cavab C variantı. 63-cü sualda AY CF paraleldir. AY CF paraleldir. BAY 2x plus 40. Deməli BAY, yəni bu bucaq 2x plus 40 dərəcə və ABC 90 dərəcədir. BCF 3x minus 10. BCF, yəni bu bucaq 3x minus 10 dərəcə olarsa x-i tapın. Deməli burada bax 2x plus 40, 90 dərəcə və 3x minus 10 cəmi 360 verməlidir bizə. Yəni 2x üstə gəl 40, üzərinə gəl 3x çıxılsın 10 və üzərinə gəl 90 dərəcə bərabər olmalıdır. 360 dərəcə. Buradan 5x bərabərdir 360 çıxılsın. 40 çıxılsın 10, 30, üstünə 90 gələndə müsbət 120, açsaq sağ tərəfə mənfi 120. Buradan 5x bərabər 360-dan 120 çıxanda 240 eləyir. X bərabər olur 48 dərəcə. Doğru cavab 63-də A variantı. Evet, 64-cü sualda A-nın B-yə nisbəti 2-nin 3-ədir, B-nin C-yə nisbəti 4-ün 5 olarsa, əkəb A, B isə 70 və A, B çıxılsın C ifadəsini soruşur. Demək olar, burada baxsaq ki, B 3-dür, burada isə B 4-dür. Yəni K-larına yazın. Bunların hər ikisini bərabərləşdirməsi, bunları 12-yə getirək ki, B-lər eyni qiymət alsın. Deməli, hər ikisini 12-yə getirməsi 3-ü 4-ə vuraq, onda kəsin əsas xassəsinə görə sürətdə 4-ə vuraq. Burada 4-ü 3-ə vuraq, 5-i də 3-ə vuraq. Deməli, buradan B alındı 12. 3-4-ün 12 elədir. Deməli, B bərabərdir. Gəl birinci A-dan başlayan uşaqlar. Deməli, A bərabərdir 2-4-ün 8 oldu. Bax, burada A bərabər 2-4-ün 8K. B bərabərdir 3-4-ün 12K. Burada da onsuz da 12K idi. Buradan da C bərabərdir 5-3-ün 15K. 15K. Və gətirib qiymətlərini burada yerinə yazsaq, onda olacaq eko A-nın yerinə 8K, B-nin yerinə 12K və C-nin yerinə 15K bərabərdir 720. Hər birisindən K-nı ortaq blok kimi çıxarsaq, K vurulsun eko 8, 12, 15 bərabərdir 720. 8, 15, 12 ortaq məxrəc 100, yəni eko bu 120-yə bərabərdir. 120-ni də bax, bu oldu 120. 120-ni də K-ya vuranda edir 120K bərabərdir 720. Buradan da K bərabər 720-ni 120-yə böləndə 6. K oldu 6. Gətirib yerinə qoysaq burada 8 6-nın 48, 6 versək 12 6-nın 72, 6 versək 6 15-in 90-a bərabər. Bizdən də A plus B minus C cəmini soruşur. A-nın yerinə 48 yazıram. Üzərinə gəl B-nin yerinə 72 çıxılsın. C-nin yerinə 90 yazıram. 48 72 120 eləyir. 120-dən də 90 çıxanda cavab 30-a bərabər olur. D variantı. 64-cü cavabı D variantı. Deməli, növbəti 65-ci sual. ABC üsbüzanı BD və AY tənbirləndir. AD 9, DY 6. AB AC-yə bərabərdir. AB AC-yə bərabər. Bağışlayın. AB AC-yə bərabərdir. Dəqiqə. AB AC-yə bərabərdir. Bu xətt yoxdur burada. Bir dəqiqə bunu silək. Hə. AB AC-yə bərabər. Deməli, bu ABC üsbüzanı bərabər yanlı üsbüzaqdır. AB AC-yə bərabər olarsa BD-nin uzunluğudur. BD-yə də bir X deyək. Deməli, uşaqlar, əgər bu da tənbirləndirsə, biz baxaq 3 bucaq A, B, Y-də, A, B, Y-də, BD tənbirləndir. Tənbirlən. Onda tənbirlən xassəsinə görə, tənbirlən xassəsinə görə
BA-nın BY-yə nisbəti bərabərdir AD-nin DY-yə nisbəti. Bizdə də AD 9-dur, DY 6-dır. Onda BA olacaq 9K, 9K, BY olacaq 6K. Bunu yazdıq. İndi AB AC-yə bərabər olduğuna görə onda AC də 9K olacaqdır. İndi bu ABC üstbucağı bərabər yanıdır və bu AY tənbələndirsə əgər, həm də ki nədir? Hündürlükdür. İndi bu hündürlüyə əsasən biz Pifaqor teoremini tətbiq etsək elə hansında diqqətlə baxaq ki, yazıram ki, üçbucaq A, B, Y üçün Pifaqor teoremi. Pifaqor teoremi. Pifaqor teoremində 90 dərəcənin qarşısında AB deyilib. Yəni ki, AB-nin kvadratı bərabərdir AY-nin kvadratı üstə gəl BY-nin kvadratı. AB-nin kvadratı 9K kvadratıdır. AY 9 ilə 6-nın 9 ilə 6-nın cəmi 15-dir. Yəni 15-in kvadratı üstə gəl. BY də 6K-dır. 6K-nın kvadratı. 6K-nın kvadratı. İndi buradan 81K kvadrat bərabərdir. 15-in kvadratı 225. Üzərinə gəl 6K-nın kvadratı 36K kvadrat. 36K kvadratını atsaq sol tərəfə çıxılır, eləyir 45K kvadrat bərabərdir 225-ə. Buradan K kvadrat bərabərdir 5-ə. İndi bizdə BD-ni tapmaq üçün uşaqlar burada üçbucaq BDY üçün də Pifaqor teoremi tətbiq eləmək olar. Pifaqor BDY üçün. BDY-də BD hipotenuzdur. Onda hipotenuzun kvadratı bərabərdir DY-nin kvadratı. Üzərinə gəl BY-nin kvadratı. BD bizdə x olduğuna görə yazıram x kvadrat. DY-miz 6-dır. 6-nın kvadratı. BY-miz isə 6K-dır. 6K-nın kvadratı. Bərabərdir. 36 üstəcə 6K-nın kvadratı 36K kvadrat. Bu da bərabərdir. 36 üstəcə. Sonra bizdə K kvadrat 5-ə bərabərdir. K kvadratın yerinə 5 yazsaq 36-nı 5-ə vuranda 180. Bu da bərabərdir 216. Əgər x kvadrat bərabərdir 216-dırsa, kvadrat kök alsaq, x bərabərdir kök altında 216. Kök altında 216-da 36 və 6 kimi yazsaq, 36-dan 6 kök çıxır, qalır kök altında 6. Doğru cavabımız D variantı olacaqdır. Növbəti 66-cı suala baxırıq. Deyir, 15% ilə 35%-nin cəmi 80 olan ədəd tap. Deməli, burada 15% ilə 35%-nin cəmi deyirsə, biz bir dəfəlik deyək ki, 15 üstəgəl 35% 80 olan ədədi tapaq. Yəni ki, bu da 50% 80 olan ədəddir. Faizinə görə ədəd tapanda verilən ədədi 100-ə vurub, faiz göstərən ədədə bölməsi lazımdır. 100 ilə 50 getdi 2, 2-ni də 80-ə vuranda ədədimiz oldu 160. A variantı. Növbəti 67-ci sualda NA üstəgəl MB-ni 30 verib, NA ilə B-nin kəsişməsini 4 verib, NA ilə B-nin birləşməsini. Deməli, suallar burada çoxluğun birləşmə aid düsturu var ki, NA ilə B-nin birləşməsi bərabərdir. NA üzərinə gəl MB çıxılsın, NA ilə B-nin kəsişməsi bərabərdir. NA ilə B-nin cəmi bizə 30 verib, deməli 30 üstə çıxılsın. A ilə B-nin fərqində 4 verib, 30-dan da 4 çıxanda cavabımız eləyəcək 26 Y variantı. Növbəti 68-ci sualda deyir, bu hasilini sadələşdirin. Deməli, uşaqlar, burada müxtəsər olmasını bir fərq biləcəmdir. A çıx B, A isə gəl B, yəni A kvadrat, 6-nın kvadratı çıxılsın, B kvadrat, yəni 2Y-nin kvadratı, bu deyir 4Y kvadrat. Vurulsun 36 üstə gəl, 4Y kvadrat. Yenə də öz-özlüyündə müxtəsər olması yarandı, 36-nın kvadratı, yəni ki, 1296 çıxılsın, 4Y kvadratın kvadratı da eləyir 16Y üstü 4 doğru cavab. 68-də C variantıdır. Növbəti 69-cu suala baxırıq uşaqlar. Bu bərabərdir. A üstü 8 çıxılsın, bir nəşimiz yoxdur. A çıxılsın 4-ün kubu. Uşaqlar 4 çıxılsın A-nı, A çıxılsın 4. Fərqin yerini dəyişmək üçün mütləq qarşısında mənfi atmalısan. Və dərəcədə tək dərəcədən olduğuna görə mənfi keçir qarşıya olur. A çıxılsın 4-ün kubu. Üzərinə gəl A üstü 4 çıxılsın 1. Buradan A çıx 4-ün kubları getdi. Sürətdə də A üstü 8 çıx 1. Bir fərq bilcəmdir. A üstü 4 çıx 1. A üstü 4 üstə gəl 1. A üstü 4 üstə gəl 1. Məxrəcdə də bir dənə A üstü 4 çıxılsın 1 qalır. Bunlar ixtisara getdi. Cavabımız oldu A üstü 4 üstə gəl 1. Doğru cavab Y variantı. Deməli 70-ci sualda deyir ki, məhlulda olan 2 maddənin çəkiləri 2 və 2-5 nisbətindədir. Əgər bu maddələrin hər biri 1 qram artırılsa, bu nisbət
3 bölü 7 olar. Buna görə birinci maddə neçə qramdır? Deməli uşaqlar, məhlul ibarətə həll olan və həll edicidən. Tutaq ki, deyək ki, biri 2K olsun, biri 5K. Onda məhlulumuz ümumi olacaq 7K. Deyəcək, hər bir maddələrin hər biri 1 qram artırılırsa, yəni 2K-da 1 qram artırılır, 5K-da 1 qram artırılır. Ümumi məhlulumuz olur 7K üstə gəlinsin 2. Buna görə deyir ki, bu nisbət 3 bölü 7 olar. Deməli, 2K üstəgəl 1-in 5K üstəgəl 1-ə nisbəti bərabər olar 3-ün 7-yə nisbəti. Və bunu da tənasib kimi çarpaz olsaq, 3-ü 5K üstəgəl 1-ə vuranda eləyir 15K üstəgəl 3. 7-ni 2K plus 1-ə vuranda eləyir 14K üstəgəlinsin 7. 14K-nı atsaq sol tərəfə çıxılır 1K, 3-ü atsaq sağ tərəfə çıxılır 7. K-nı tapdıq 4. Deməli, buna görə deyir, birinci maddə neçə qramdır? Uşaqlar, burada birinci maddə 2K idi. 2K idi. Yəni 2 vurulsun 4 bərabər olur 8 qram. Doğru cavab variantı 70-də C variantı. Növbəti 71-ci sualda deyir ki, AMB qövsü 90 dərəcə və AB 3 kökdəki olarsa çevrənin uzunluğunu tap. Deməli, AMB qövsü əgər 90 dərəcədirsə, dedi ki, vətər ilə toxunan arasında qalan bucaq daxilə çəkilmiş bucaqdır. Və daxilə çəkilmiş bucaq söykəndiyi qövsünün yarısına bərabərdir. Deməli, burada 45 dərəcə olacaq. Deməli, çevrənin uzunluğu L bərabərdir 2pi R şəklindədir. R burada radiusdur. Deməli, biz radiusu tapmalıyıq. Mərkəzdən vətərin uc nöqtələrinə özümüzdən radiusları endiririk. Və çevrənin radiusları bir-birinə bərabər olduğuna görə burada OAB bərabəryanlı üçbucaq olur. Radiuslar bir-birinə bərabər olur. Və bizə də AB-nin 3 kök altında 2 olduğunu deyir. AB 3 kök altında 2-dir. Bilməlisiniz ki, uşaqlar, radius toxunma nöqtəsində toxunana perpendikulyardır. Deməli, 90 dərəcə olmalıdır. O 90-ın 45-i var idi burada. Deməli, bura qalacaqdır 45. Bərabəryanlı olduğuna görə oturacaq bitişik bucaqlarda 45 olmalıdır. Və mərkəzi bucaq burada O bucağı mərkəzi bucaqdır. Söykəndiyi qövsün, yəni 90 dərəcəyə bərabərdir. Deməli, burada 90 dərəcə olacaqdır. Və bu oldu bərabəryanlı düzbucaqlı üçbucaq. Qaydamız var ki, bərabəryanlı düzbucaqlı üçbucaqda hipotenuz katetin kök altında kimisidir. Deməli, OA və OB katetlərdir. Hər birisi 3 olmalıdır ki, hipotenuz onun həmin o 3-ün kökdəki misli olsun. Deməli, bizdə radiusumuz oldu 3-ə bərabər. Bizdən də çevrənin uzunluğu soruşur. Yəni 2pi vurulsun R yerinə 3 qoyuram, bərabər olur 6pi santimetrə bərabər. Cavab B variantı. Növbəti 72-ci sualda verib, əbob 5n kvadrat üstəgəl 10n və 5n kvadrat üstəgəl 15n bərabər 40 olarsa, əkob n kvadrat plus 2n, n kvadrat plus 4-dən tap. Deməli, inşallah, bunların hər ikisindən əbob, deməli, birincidən 5n-i ortaq vuruq kimi çıxarsaq mötərizə xaricində qalır burada n üstəgəl 2. Digərindən də 5n-i ortaq vuruq kimi çıxarsaq qalır n üstəgəl 3 bərabərdir 40-a. Və hər birisindən F-qlit alqoritminə əsasən 5n-i ortaq vuruq olaraq əbobun qarşısına çıxarsaq, içəridə qalır n plus 2 və n plus 3 bərabərdir 40. N plus 2 ilə n plus 3 ardıcıl ədədlərdir. Deməli, qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərin də əbobu 1-dir və 1-i də ki, 5n-ə vuranda eləyir 5n bərabərdir 40. N də bərabərdir 8-ə. N-i 8 tapdıq. Gətirib hər birisində, bax, burada n-lərin yerinə 8 yazsaq, onda olacaqdır. Biz ara qoyuruq buradan. Əkob 8-in kvadratı 64. Üstəgəl ki, 8-in 16 ilə, mötərizə yazaq ki, qarışmasın. 8-in kvadratı 64, üstəgəl 4 8-in 32-nin əkobunu tapacaq. Yəni, əkob 64-ün üstünə 16 gələndə 80 edir, 64-ün üstünə 32 gələndə 100 edir. Bərabərdir. 80-lə də 100-ün əkobunu hesablasaq uşaqlar. Baxaq, bir dəqiqə hesab səhvi etmədik. Dəqiqə görək nə hesab səhvi getdi burada. 5n çıxartdıq. Buradan n üstəgəl 2, 5n çıxartdıq. N üstəgəl 3 bərabərdir 40 idi. 5n ortaq olsun. N 8-dir. 8-in 16, 64 səl 16, 64 səl 32. Hə. Üzülü sanışalar burada 96-ya bərabərdir bu. 64 səl 96. 80 ilə 96-nın əkobunu tapsaq, olacaq ki 480. Doğru cavab A variantı. Növbəti sualda deyir 9-da 1, 9-da 10 üstəgəl 8-də 9, üstəgəl 7-də 8 bərabər K isə 9-da 1 üstəgəl 8-də 1, üstəgəl 7-də 1 cəmi hansıdır? Deməli, mən bu sual işarəsini yerinə hər hansı bir x yazsam və sistem qursam, bunları tərəf-tərəfə çıxsam, 9-da 10-dan 9-da 1 çıxanda eləyir 9-da 9, üstəgəl 8-də 9-dan 8-də 1 çıxanda qalır 8-də 8,
7-də 8-dən 7-də 1 çıxanda qalır 7 deyildi və k-dan da x-i çıxır. Uşaqlar, bunların hər birisi 1 eləyir. 3 dənə 1-i toplayanda 3 bərabərdir k çıxılsın x. Buradan da x-i tapanda cavabımız olur k çıxılsın 3. Yəni 73-də B variantı. Mən növbət sualda verib D ifadəsinin qiymətini hesablayın. Burada uşaqlar birinci əməldə 3,6-da 1-dən çıxırıq, 18-də 13. 3,6-da 1-i düzgün olmayan kəsrə çevirəndə 618 üstünə bir gələndə 19 çıxılsın, 18-də 13. 18 6-ya bölündüyünə görə əkab elə 18-dir. 18-i 6-ya bölündə 3 eləyir, 3 19-un 57. Çıxılsın 18 18-də 1, 1 13-ün 13. Bərabərdir 18-də 57-dən 13 çıxanda qalır 44. Bunların da hər ikisi 2-yə ixtisar etsə 9 qalır, 22 qalır. 9-da 22 də düzgün olmayan kəsirdir. Qarşılıqda da çevirəndə 2,9-da 4. Bu birinci mötərizənin cavabı. İkinci mötərizəyə baxsaq 0,25 0,25 üstəgəlsin 2-də 1. 0,25 %25-dir. Yəni 4-də 1-dir, üstəgəl 2-də 1 bərabərdir. 4 ortaq məxrəc 4-ü 4-ə böləndə 1, üstəgəl 4-ü 2-yə böləndə 2. Bu da bərabərdir 4-də 3-ə bərabər. Və nəhayət 3-cü əməldə 22-də 3-ü vuracaq. Birinci 2,9-a 4-ə. 2,9-a 4-ə düzgün olmayan kəsrə çevirin. 9 2 18 üstünə 4, yəni 9-da 22 eləyir. Vurulsun ikinci mötərizənin cavabını isə 4-də salmışıq, 4-də 3. 22 ilə 22 getdi, 3 ilə 9 getdi, 3 qaldı, 3 ilə də 3 getdi, 1 qaldı, cavab oldu 4-də 1. Açıq tipli olduğuna görə onluq kəsrə çevirdik, cavab olur 0,25. Və növbəti sualda deyir ki, bu ifadəsinin qiymətini, ifadəsini sadələşdirin. Burada uşaqlar, deməli, baxaq geriyə qaydaq, digərindən yazaq. Bərabərdir. Sürətdə kvadrat tənlik kimi yazmaq olar. Kökləri 3, 1-dir. Vuruqlara yazanda əksin fərz edirik. -3 və -1. Aşağı ləhərəki dəymirik. İkincinin məxrəcində də 3 -2-dir. Yəni m-3 m plus 2. Digərində də yəni diskriminantını tapıb yazmaq olar, amma parçalamaqla da yazmaq olar. Deməli 2m kvadrat çıxılsın 3m üstəgəl 1-də m kvadrat çıxılsın -3m'i yazıram bu formada. Çıxılsın 4m üstəgəl m üstəgəl 1. Çıxılsın 4m yazmayaq, çıxılsın 2m çıxılsın m yazaq. Dəqiqə. Burada hansı formada parçalayaq ki bunu? 2m yazaq da, hə. 2m kvadrat çıxılsın 2m çıxılsın m üstəgəl 1 bərabərdir. Bunların hər ikisindən 2m'i çıxarsaq, qalır m çıxılsın 1. Buradan da mənfini çıxarsaq, m çıxılsın 1 bərabərdir. Hər ikisində ortaq vurğu olaraq m çıxılsın 1 var, birində qaldı 2m, digərində -1. Deməli, bunun yerinə yazırıq m çıxılsın 1, digərində də 2m çıxılsın 1. İkinci sürəti yazsaq, 2m kvadrat üstəgəl 3m çıxılsın 2. Burada da 2m kvadrat, 3m'i 4-ə və 2-yə parçalasaq, üstəgəl 4m çıxılsın 2m, çıxılsın 2 bərabərdir. Çıxılsın m daha doğrusu, çıxılsın m. Bunların hər ikisindən 2m'i ortaq vuruq kimi çıxarsaq, qalır nə? M üstəgəlsin 2. Digərində də mənfini ortaq vuruq kimi çıxarsaq, m üstəgəl 2. Hər ikisində m üstəgəl 2 yaratmışıq. Qaldı 2m və 1. 2m çıxılsın 1. Digərini də yazırıq. M üstəgəl 2 vurulsun, 2m çıxılsın 1. 2m çıx birlər 1 ixtisar getdi, m üstəgəl 2-lər ixtisar getdi, m üst çıxla m çıxılsın 3 ixtisar getdi, m çıxılsın 1 ilə m çıxılsın 1. Doğru cavab oldu 1. Növbəti 76-cı sualda deyir ki, ABC düzbucaqlı üstsizanda x-in qiyməti. Demək, burada düzbucaqlı üstbucaqda düzbucaq təpəsindən hipotenuza endirilmiş hündürlüyün kvadratı, yəni BH-ın kvadratı, hipotenuzun ayrılmış hissələrinin hansına bərabərdir? Yəni AH vurulsun HC-yə. Buradan BH 10-dur, onun kvadratı AH x-dir, vurulsun 4. Buradan 4x bərabərdir, onun kvadratı 100 eləyir, x ilə bərabər olacaq 25-ə. Yəni 76-cı cavab olacaq 25. Növbəti 77-ci sualıdır. P-nin hansı müsbət qiymətində 6 vurulsun P kvadrat çıx 36 üstü mənfi 3 ifadəsinin mənası yoxdur. Deməli, suallar mənfi üstü kəmər kəsrə bərabər olduğuna görə P kvadrat çıxılsın 36 düşür məxrəcə üstü 3. Kəsirin də o zaman mənası yoxdur ki, məxrəc sıfıra bərabər olsun. Deməli, biz P kvadrat çıxılsın 36-nı sıfıra bərabər etməliyik ki, ifadənin mənası olmasın. Buradan P kvadrat bərabərdir. Mənfi 36-nı açıq saxlayırıq müsbət 36. P də buradan bərabərdir. Ne oldu buna? Hə.
P də buradan bərabərdir müsbət mənfi 6-ya. Bizdən də P-nin müsbət qiymətini soruşur. Deməli P bərabər olacaq 6-ya. Növbəti 78-ci suala baxırıq. Deyir, məxrəci 140 olan düzgün kəsrlərdən neçəsinin sonlu olmaq kəsir kimi göstərmək olar. İlk növbədə 140-ı ayıraq sadə vurğularına. 2-yə 70, 2-yə 35, 5-ə 7, 7-yə 7-yə bir dəfə. Və sonlu olması üçün uşaqlar məxrəc 2 və 5 vuruqlarından ibarət olmalı. Deməli, biz həmin o vuruqları bir-birinə vururuq. Sadəcə biri niyə görə çıxırıq? Çünki məxrəci 140 olan 139 dənə düzgün kəsr var. Ona görə birini çıxırıq. 2, 2, 4, 4, 5, 20, 20-dən də 1 çıxanda, deməli, 19 dənə sonlu kimi göstərmək olur. Növbəti 79-da deyir ki, kökdə 35 çıxılsın 2 kökdə 7 ədədinin kəsr hissəsi ilə bu ədədin əksi olan ədədin hansıdır? Demək olar, bunun kəsr hissəsini tapmaq üçün birinci tam hissəsini tapmalıyıq. 2-ni kvadratla sarsaq kökün altına, olur çıxılsın kök altına 28. Kökdə 35-dən təxminən deyək ki, 5,7 çıxsın, kökdə 28-dən təxminən 5,2. Bərabər oldu 0,5. Yəni bunun tam hissəsi, tam hissə 0 olur. Uşaqlar, qayda var ki, əgər tam hissə 0-dırsa, kəsr hissə elə ədədin özünə bərabərdir. Kökdə 35 çıxılsın, 2 kök altında 7. Bunu tapdıq. Deyir, kəsr hissəsi ilə, yəni kök altında 35 çıxılsın, 2 kök altında 7 ilə bunun əksi olan ədəd. Bunun əksi uşaqlar, deməli, bunun qarşısında mənfi atılmış formasıdır. Yəni kök altında 35 çıxılsın, 2 kök altında 7 bərabərdir. Bu da bərabər olur mənfi kökdə 35 çıxılsın. 2 kökdə 7-ni uşaqlar yazaq ki, kök altında 28-də kvadrat olur. Çünki 2 ədəd bir-birinə vururuq. Mənfini hələ ki saxlayırıq. Bunu müxtəsər formada düşürülərsək, birincinin kvadratı kökdə 35-in kvadratı 35, birincinin ikinciyə vurmasının kimisidir. 2 kök altında 35 vurulsun 28, üzərinə gəl ikincinin kvadratı, kökdə 28-in kvadratı 28. Bərabərdir mənfi 35-in üstündə 28 yerində edir 63, çıxılsın. 2 kök altında, uşaqlar, kökün altındakı 35-i yazaram 5 vur 7, 28 yazaram 4 vur 7. Bərabərdir. Mənfi 63, mənfiyə vurub basırıq. Üstə gəl, çünki mənfini buradakı mənfiyə vuranı müsbət edir. Uşaqlar, 2 dənə 7-dən 1 7 çıxdı, 4-dən də 2 çıxdı. Yəni, ümumi buradan 7 kimi 14 çıxdı. 14 də qarşıdakı 2-yə vuranda edir 28, qalır kök altında 5. Bu da bərabərdir. Müsbət 28 kökdə 5-i birinciyə, mənfi 63 ikinciyə atırıq. Cavab olur 28 kökdə 5 çıxılsın 63-ə bərabər. Növbəti əştatda deyir ki, klaster əsasən n üstü l müstəqil k cəmi top. Deməli, birinciyə baxaq uşaqlar. Birincidə bunu həll edəkdə 4 üstü 3-ün üstü m bərabər 8 üstü 12. Uşaqlar, bu 4 üstü 3m'dir, bərabərdir 8 üstü 12. 4 2-nin kvadratıdır, onun üstü 3m. 8 isə 2-nin kubudur, onun üstü 12. Buradan 2 üstü 2-ni 3m'ə vuranda eləyir 6m. 2 üstü 3-ü də 12-yə vuranda eləyir 36. Əsaslar eynisə, qüvvətlər də bir-birinə bərabər olmalıdır. M buradan bərabər oldu 6-ya. İkincidə yazaq ki, 16 üstü n bərabərdir 8 üstü 12-yə. İkincini yazırıq da, bu 16 üstü n. 16 2 üstü 4-dür, onun üstü n. 8 də 2-nin kubudur, onun üstü 12. Buradan 2 üstü 4n bərabərdir 2 üstü 3 12-nin 36. Əsaslar eynidir, yəni də qüvvətlər bir-birinə bərabər olmalıdır. N də bərabər 36-ın 4-də 9. Digər tərəfdən də 3-cüsündə 2 üstü k vurulsun 32 üstü 4 bərabərdir 8 üstü 12. Buradan 2 üstü k vurulsun 32 2 üstü 5'dir, onun üstü 4. 8 üstü 12'ni də bərabər yazdıq ki, 2 üstü 36'dır. Buradan 2 üstü k vurulsun 2 üstü 5'in üstü 4 edir 2 üstü 20 bərabərdir 2 üstü 36. Əsaslar eynidir. Vurmada qüvvətlər toplansa k plus 20 bərabərdir 2 üstü 36. Əsaslar eynidirsə qüvvətlər bir-birinə bərabər olmalıdır 36. K da bərabərdir 20, 36-dan 20 çıxanda 16. K-da 16 tapdıq. İndi burada gətirib yerinə qoysaq, n-in yerinə yazırıq 9, üstə gəlinsin m-in yerinə 6 yazırıq, üzərinə gəl k-nın yerinə 16. 15-16 cavabımız olur 31-ə bərabər. Növbətdə deyir, kx kvadrat plus x çıxılsın 3 vuruqlardan biri x çıxılsın 1 olarsa digər vuruq tapın. Demək olar, x çıxılsın 1 bunun vuruqdursa, deməli bunu sıfıra çevirən qiymətidir. Yəni x-in 1 qiymətində bu çox ədli sıfıra çevrilməlidir. Bütün x-ları yenə 1 yazsaq, k vurulsun 1-in kvadratı, üstə gəl 1 çıxılsın 3, bu çevrilməlidir sıfıra. Buradan k bərabər 1-dən 3 çıxanda mənfi 2 atsaq sağ tərəfə müsbət 2. Deməli k-nın yerinə 2 qoysaq olur 2x kvadrat üstə gəl x çıxılsın 3. İndi bir vuruğu x çıxılsın 1 idi. Deməli biz bunu x çıxılsın 1-ə bölsək digər vuruğu alarıq. İkisini ayırsaq burada məqsəd baş əddi ləğv etmək. Yəni 2x kvadratını ləğv etmək üçün x-i vurmalıyıq 2x-a. Eləyir 2x kvadrat çıxılsın. 2x-i də 1-ə vuranda eləyir 2x.
Çıxırıq. 2x kvadratları islah getdi. X-dan mənfi 2x çıxanda ikinci mənfi müsbətə çevrilir. 3x və mənfisi aşağı getirir. Yenə də 3x ilə bölmək üçün x-i vurmalıyıq müsbət 3-ə. Eləyir müsbət 3x. 3-ü də mənfi 1-ə vuranda eləyir mənfi 3. Çıxanda heç nə qalmadı. Deməli bizim digər vurğumuz 2x üstə gəlinsin 3 imiş. Növbəti 82-ci sualda üçbucaq ABC oturacağı BC olan bərabər yəni üçbucaqdır. Yan tərəflər bir-birinə bərabərsə deməli oturacağına bitişik bucaqlar da bir-birinə bərabərdir. Şəkildə verilənlərə əsasən ADC neçə dərəcədir? Demək olar burada A təpəsindən bir hündürlük endirsək. Bax A təpəsindən bir hündürlük endirirəm. 90 dərəcə bucaq altında təbii ki. İndi burada fikir versək uşaqlar, bərabər yanlış bucaqda endirilmiş hündürlük həm də mediandır axı. Buna bir H desək, deməli BH ilə HC bir-birinə bərabər olacaq. İndi 7 ilə 23 ümumi bizdə 30-dursa, deməli hərəsində 15-15 düşəcək. Yəni buradan bura qədər də 15 olacaq. 15-in 7-si varsa deməli bura 8 olacaq. Buradan bura qədər də baxaq 15 olmalıdır. Bu da 15 oldu. İndi baxsaq uşaqlar hansına? Bax bu iştirakladığım yer düzbucaqlı üçbucaqdır. Hipotenuz 17, katet 15 isə AH katetini tapmaq üçün AH-ın kvadratı bərabərdir AC-nin kvadratı çıx HC-nin kvadratı. Yəni 17-nin kvadratı çıxılsın 15-in kvadratı. 289 çıxılsın 225 bərabərdir 64. Onda AH bərabər olur 8-ə. AH-ımız oldu 8. İndi uşaqlar bax bu iştirakladığım yerə baxsaq, rənglədiyim yerə. Baxın. Bu da ADH düzbucaqlı üçbucaqdır və katetlərin hər ikisi də 8-isə, deməli bu katetlər bərabərdirsə, bərabəryanlı düzbucaqlı üçbucaqdır. Bərabəryanlı düzbucaqlı üçbucağın da oturacaqdakı bucaqları, yəni bucaqları 45 dərəcə olur. Deməli bizdən x-imiz bərabər oldu, 45-ə bərabər. Növbət 83-cü sualda deyir ki, ABC üçbucağında BD tənböləndir. AB 6 cm, BC 9 cm-dir. AB 6 cm, BC 9 cm. BD də tənbölənsə bucağı yarıya bölür. AC ümumi 12-dir. Ümumi A-dan C-yə qədər 12-dir. AD-ni tapın. Deməli, burada birinə x, birinə y desək, deməli x plus y 12-yə bərabərdir. Tənbölən xassəsinə görə də 6-nın x-ə nisbəti 9-un y-ə nisbətidir. Və bunları çarpaz vursaq 9x bərabərdir 6y. X-in yanındakı y-indir, y-in yanındakı x-indir. X bərabər olur 6k-ya, y bərabər olur 9k. Bizdə də cəm 12 olduğuna görə, onda 6k üstə gəl 9k bərabərdir 12-yə. Toplayanda 15k bərabər 12-yə, k da bərabərdir 15-də 12. Bunlar da 3 çıxsa getsə qalır 5-də 4, yəni 0,8. Bizdən uşaqlar AD-ni soruşur. Biz AD-yə x demişik. X-imiz də 6k idi. 6 vurulsun k-nın yerinə 0,8 yazsaq, cavabımız olur 4,8. Və 84-cü sualda A və B çoxluqları üçün NA ilə B-nin fərqi bölünsün 2, NA ilə B-nin kəsişməsi bölünsün 5 və MB ilə A-nın fərqi bölünsün 3 və NA ilə B-nin birləşməsi 30 olarsa MB-ni tapın. Deməli, burada 2, 5, 3-ün ək olunda tapa bilərik. 2, 5, 3-ə ortaq məxrəc məsəl üçün 30-dur, hər birisini 30-a gətirmək olar. Yəni, bunu 30-a gətirmək üçün 60 olmalıdır, çox olur. Amma burada mən N, A ilə B-nin fərqinə 2K desəm, N, A ilə B-nin kəsişməsinə 5K desəm, N, B ilə A-nın fərqinə 3K desəm, onsuz da ixtisar gedəndə eyni vəziyyət alınacaq. Və buradan bir Venn diaqramı çəksəm, birinə A deyirəm, birinə B. Diaqramda kəsişmədən başlayacaq. Kəsişməmiz 5K idi. A ilə B-nin fərqi sol tərəfdə 2K-dır, B ilə A-nın fərqi sağ tərəfdə 3K-dır. Birləşməsini 30 veribsə, diaqramda da birləşmə ümumi cəmdir. Yəni 2K üstə gəl 5K, üzərinə gəl 3K bərabərdir 30-a. Toplayanda 10K bərabərdir 30, K bərabərdir 3-ə. Bizdən də nəyə soruşur? MB-ni soruşur. Bunların yerinə qoysaq 6 bu olur, K-nın yerinə qoyanda 15 bu olur, 9 bu olur. İndi 5K 15 oldu, 3K 9. MB-ni soruşur, 15 ilə 9-un cəmi 24. Bax belə. Növbət 85-ci sualda PX və QX çox ədlər veribdir. Elevren və diaqramda deyir qeyd edin. Və burada rəng listədir. Çalışmaları xüsusilə rəng listəni vurğulayıb. Deməli, burada V teoremindən yazsaq, bunun kökləri olacaqdır 9 ilə 4. Yəni 9 mənfi 4. 9-un əksin fərz eləyəndə mənfi 9, mənfi 4-ün əksin fərz eləyəndə müsbət 4.
Burada da kökləri hasili 12 cəmi -7 eləyən bu eləyəcəkdir. Deməli 4 ilə 3 -4 -3. -4-ün əksin fərziyyəsində müsbət 4, -3-ün əksin fərziyyəsində müsbət 3. İndi burada 2 dənə eyni ortaq vuruq var. Onu kəsməyə atırıq. Deməli hər ikisində ortaq vuruq x + 4-dür. Px-də qaldı x - 9. Qx-də qaldı x + 3. Bizə də bunu Venn diaqramı ilə dedi. Biz də bu formada yazdıq. Sağ olun.